Sualda deyir ki, sürtünməsiz sistemdə şəkildəki kimi mail müstəvidə 60 Newton ağırlıqlı cisim tarazlıqdadır. Yayın uzanmasını verib və sərtlik əmsalı K-nı bizdən soruşur. Tarazlıqda bax bu mj ağırlıq qüvvəsinin 2 dənə proyeksiyası olacaq. Bucağa bitişik olan proyeksiyası olacaq 60 kosinus 53 dərəcə. Digəri isə olacaq 60 sinus 53 dərəcə. Və cisim aşağı getmək istədiyindən yaranan elastiklik qüvvəsi də yuxarı istiqamətdə yönəlir. Tarazlıq halında elastiklik qüvvəsi elə 60 sinus 53-ə bərabər olmalıdır. 60 kosinus 53 isə dayağın reaksiya qüvvəsi ilə tarazlaşır. Ondan işimiz yoxdur. Buradan alırıq F elastiklik bərabərdir 60 vurulsun. Sinus 53 0.8-dir. Bu da eləyir 48. Elastiklik qüvvəsinin qiymətini tapdıq. K-nı da tapmaq üçün F elastikliyi X-a bölməliyik. F elastiklik bərabər Kx olduğundan F elastikliyin qiyməti 48-dir. X da 0.2-dir. Bu da eləyəcək 240 Newton bölünsün metr.